Dinlediğim mahnı. Neyse buna şakalı telif vermez. Bugün yaşıl giyinmişəm, yaşıllara bürünmüşəm bu günləri. Gelmişəm, artıq işdəyəm. Papit almışam diye telefonumu hər yeri yapışdırabilirim. Ailəcan, sus da. Hə, papit almışam diye telefonumu hər yeri yapışdıra bilirəm. Belə də rahat çəkiliş edə bilərəm. Maşında filan da keçir, hər yeri şuraya falan yapışır. Necəsiz qızlar? Yaxşısınız? İnşallah yaxşı olun. Çox şükür, həmd olsun. Mən də yaxşıyam. Gəlmişəm, işdəyəm. Bu günlərimdə yaşıllara bürünmüşəm. Bu aç kimi ilk dəfədir taxıram. Taxmamışdım alandan. Alanda aldığımdır. Turuncu alanda aldığımdır. Bu günlərim qəşəng belə bir yaşlı telefonumun kavrosunda bu arada yaşlanmışam. Gəlmişəm, işdəyəm, qəşəng kofemi süzüm, içim. Ondan sonra da başlayım işlərimi görüm. Bu günlərim səhər-səhər getdim İmamzadəni ziyarət elədim. Getdim duamı oxudum, qəşəng. Ondan sonra da gəldim işimə. Saçımı yığdım ki, belə qalsın. Bu günlərim qızlar nə edirəm? Bu günlərim gedirəm qaşımın parlamentini düzəltdirməyə. Qaşımın parlamentini mən bunu düzəltdirəndə təbii ki mən çox həyəcanlıydım, çox stressliydim. Ay Allah, bunu eləyimmi, eləməyimmi? Bu da buna ilişir dəqiqə başı. Eləyimmi, eləməyimmi deyə mən iş yoldaşım çox sevdiyim, Allah ondan razı olsun. Buradan öpürəm, bilmirəm izləyirmi, izləmirmi. Amma yenə də Allah ondan razı olsun. Məni sağalmağımda birinci dəstəyi olan insanlardan biridir. Başımı çiyninə qoyub çox ağlamışam onun. Allah ona dünyada dərd, qəm verməsin. Mənim çox əziyyətimi çəkibdi. Bəs onun belə deyim, motivasiyasından, onun ustası mən Leyla Mamedovanı da zaten ona görə tanımışam. Məni birinci ora o göndərmişdi. Getdim onun yanına. Leyla xanım mənim qaşımı çox qəşəng düzəltmək istəyirdi. Çox qəşəng çəkdi hətta belə, çox qəşəng. Amma mən dedim ki, yo, bu çox cəlbedicidir. Yox, bunu istəmirəm. Bunu belə eləməyin. Biraz belə nazik olsun, öz qaşım formasında olsun. Sadəcə mənim qaşım biraz aşağı idi, yəni normal. Biraz belə qaldırdı qaşımı. Nəysə, onu belə yazığa 5 dəfə sildirib çəkdirmişdim ki, yox, bu cəlb eləyir, bu belə eləyir, bu elə eləyir. Qaşımı birinci səfər elə düzəltdirmişdim. Ondan sonra da peşman oldum. Gələndən sonra bəs qızlara dedi ki, istəsən biraz fərqli eləyə bilərdin, niyə belə elədin? Narazı değildim, qəşəng düzəltmişdi. Yəni artıq il yarımdan çoxdur da. Keçən yay eləmişdim, hətta 1 il olar. Nəysə, bu tarix məsələsində heç yaxşı deyiləm. Sonradan dedim ki, keşke onların dediği kimi eləyərdim. Bu dəfə qərar vermişəm. Qaşımı biraz qalınlatmaq istəyirəm. Bir cıqqılı qalınlatmaq istəyirəm. Bir xət elə bir belə qalınlatmaq istəyirəm. Öz forması qalsın, amma bir xət belə qalınlaşdırsın. İndi bu günlərim gedəcəm Leyla xanımın yanına. Artıq yazılmışam. Günlər əvvəldən yazılmışam. Gedəcəm onun yanına. Qaşımı bugün düzəldəcək. İnşallah ki yaxşı çıxar. Leyla xanımın əl işinə güvənirəm. Zaten onun əl işinə söz yoxdur. Alam sən kofeyi. Mən sıxmadım onu. Oğlum bizə qəşəng isti simit alıbdı. Ay qızlar, mən belə simit birinci səfərdir gördüm. Buna baxın. Başqa serial var, onunla baxın. Nazik və balaca. Məni bərk axtarsınız. Müdürümüz axtarırdı. Niyə? Sizin vərəqinizdə bir də bizim anlaşılmaz bir şeyimiz olubdu. Vərəqinizdən zəhmət olmasa. Nə idi o anlaşılmazlıq, nə idi almasa? Vərəqinizi verin. Estağfurullah, xudum ona qoymuş. O vərəqdə yox, Aygül. Nə ola bilər ki? Bax, bu nədir? Burada. Onu sən yazıbsan. Nədir də? Mən də deyirəm nədir. Hüsnüllü, nə olubdu? Nə olubdu? Nə hesabladın yazdın? Bax, Bunları tapışdırdım. bunlar bu eləmir. Hə. Buradan belə bu eləmir. Buradan belə də bu eləmir. Bu da bundan sonra yazılıbdı. Bu nədir biz buraya yazmışıq? Onu mən bilmirəm.
Burada bax mən nə yazılıbdı, baba budur. Bunu nəyə yazırsan bilmirəm. Bəlkə- Çox qoydum. Bəlkə belə Mən o boyda çünki şey almamışam bizə. buradakı bura qədər hesablayıb bunu yazırsan bəlkə Ben niye bu xətti çəkmişəm? Onu- Məndə bir dənə şey var. Sən 60 neçə manat var idi. 2 dəqiqə. Yəni həqiqi hesablamalı, sən hesablarında Bu elə. nədir? Nə hesabladın? Bilmirəm da bu adamın o 26 manat şey tutuyor. Kanka, simit dadmır. Allah. 30 ona. Simit istəyirəm. Simit dadmır. Sizə gözləyim bunu. Yəni görünür. Qızlar, inanın ki, kitabın təsirindən həqiqətən çıxa bilmirəm də. Yəni kitabı oxumağı o qədər şiddətlə sizə məsləhət görürəm ki, yəni bir qızın 21 yaşındakı bir qızın saçına qədər ağartdığı bir dərddən danışır da. Yəni kimə deyəndə ki, mənim 21 yaşım var, bir də baxırlar ki, necə yəni 50 falan olar da sizin yaşınız. Bir xanımın, nə bilim, başına gələn yaxşılıq mı deyim, faciə mi deyim, pislik mi deyim, yəni istəmirəm kitabın içindəkilərdən danışım, amma mütləq bunu oxuyun. vermək istəmirsən? İstəmirəm də, hə, onun dediyindən vermək istəmirəm. Onunla olmaz. Amma çox məsləhətli kitabdır. Yəni bir xanımın, bir qızın həqiqətən bax ona görə mən bu kitabdan sonra ona görə anladım insanların dediyini. Bəzən deyirlər, dinin içinə çox girmə. Dinin içinə girsən dəli olarsan. Həqiqətən də qızın dinin içinə girib də dəlimi olmağından, yoxsa ifrat dərəcəsində Allaha aşiq mi olmağından, yoxsa nə bilim nədən danışır, açıqlama verməyim, amma mütləq bu kitabı oxuyun. İnanın təsirindən çıxa bilməm. Bunu evə aparmalıydım əslində Cahan. Ayol Məsudda Bunu əslində evə aparmalıydım, amma inanın ki, apara bilməm. Niyə apara bilmirəm? Açıram dəqiqə başı bəzi yerlərini. Həm də onda sizə deyim qızlar, ömrüm boyu bəlkə də bu qədər xəttədiyim, bu qədər belə tez addım başı xəttləyə biləcəyim bir kitab olmamışdı da ki, hər 2 səhifədən bir xətt eləmişəm, 2 səhifədən bir xətt eləmişəm. Məsudda Cabbarın içində kitabı sən oxumuşsan. Bununla ücə hamısını oxumuş oldum. İndiyə qədər çıxartdığı kitabların. Bu kitabı alın, oxuyun. İçində həm eşq var, həm din var, həm qayğı var, həm qorxu var. İnanın, bəzi vərəqlərində qorxduğumu belə sümüklərimə qədər belə qorxduğumu belə düşünürdüm ki, mən bunu təkcə belə evdə oturub oxumaya bilməzdim deyə düşünürdüm hətta. Yəni bunu alın, oxuyun, çox qəşəngdir. Məsudda Cabbara buradan təşəkkür edirəm. Əlləri var olsun ki, belə bir gözəl bir əsər ortaya çıxardıbdı. Əsər deyirlər, Ayqaşına, roman. Əsər, roman fərqlənmir. Əsər dərəcəsindədir, onu sən də qərar verərsən. Nə bilim, mən üçün çox bəyəndim. Bütün kitablarından çox bəyəndiyim kitabı bu oldu. Burada üstündəki qıza baxıram. Başda üstündəki qızı gözündə canlandırırsan da oxuyanda. Amma sonraki vərəqlərində bir də kitabın üzünə baxıram ki, bu qız mı? Bu mu? Bu həmin bu xanım mı? Yəni qızın şiddətli bir neçə ay içindəki şiddətli dəyişimi. Şey sual verəcəm. İnsan dinin içərisində olan bir insana görə məsələn Məsud Cabbar bu kitabı yazanda səncə dini araşdırmasını edibmi yoxsa çox qəşəng, onu da deyim, çox qəşəng araşdırmalarla yazılıbdı, çox tarixi şeylərlə yazılıbdı, faktlarla yazılıb, nə bilim, Einsteinla tutmuş, yəni çox şeylər içində tapmaq olur da bunların. Amma bir növ biraz mənim oğlumun zənginə baxın da. Səhər tezdən bu zənglə oyanırıq da biz. Alo. Amma bir şey de deyim qızlar. Biraz dindən uzaqlaşdıra da bilər bu kitab. Yəni məsələn bəzi mamalar oxusa, ay aman günüdür qızım birdən dindar olar, bu hallara düşər deyə bir şey də qorxu da verə bilər. Bilmədim dini övdümü, gömdümü bilmədim, amma mənə görə kitab çox maraqlı idi, çox dəhşət maraqlı idi. Amma bilmirəm, yəni kitab insanların beynində biraz qorxu da yarada bilər ki, qoy qızım və yaxud oğlum dindar olmasın, qoy dini yaşamasın. Elə bir şey də ola bilər. İsrail bizim tanrımız için. Bizim tanrımız birdir. Ya Rab, duamı işit. Yakarışım sana erişsin.
Başladım mağazin işlərinə, malımız gəlmişdi, onları yerləşdirməli idim. Başladım işlərimə. Həm söhbət eləyək, həm də iş görək. Mən nə demək istədim qızlar, şərhlər barəsində danışmaq istəyirəm. Mən bura geri dönəndə, yəni aktiv olmağa davam edəndə mən buradakı dedim ki, bəs mənə cavab yazmağa fürsətim, vaxtım olmayacaq da. Yəni mən işləyirəm, işlərim olur, evdən çıxıram, istər-istəməz müştərilər olur. Nə qədər də işim rahat olsa, amma bütün gün telefonla oynaya bilmərəm ki, bu mənə həm belə zərərlidir, həm də ki, başımın üstündə 2 dənə kamera var. İstər-istəməz işimdə istəmirəm ki, belə mənə heç nə demirlər ki, yəni müdürüm falan heç nə demir, amma yenə də onu istəmirəm ki, gəlsin bunu mənə irad tutsun da ki, bəs telefonla çox oynayırsan. Mən işimdə bu şeyi istəmirəm. Ona görə də çəkiliş elədiyimi bilir. Keçən dəfə bir xanım demişdi ki, müdürünüz nə yaxşı qoyur ki, çəkiliş eləmək. Yəni bu qapalı bir şey. Müdürümün evini çəkmirəm, müdürümün şəxsi həyatını çəkmirəm. Bu mağazində milyon nəfər girir, çıxır. Burada çəkiliş eləməmdə bir problem yoxdur. Bu öz yerində. Başqa mən xanımlara təşəkkür edirəm. Mənim cavab yaza bilmədiyim rəylərə, xanımlar burada bir deyim də bir 10-15 nəfər xanım var ki, onları o qədər çox istəyirəm ki, mən bax həm mənim yerimə cavab yazırlar. Məsələn, biri deyir ki, Duxunun adı nədir? Ona cavab yazırlar. Misal üçün biri deyir, Səbiş sənin nəyindir? Mən ona üsbət edib cavab yazana qədər o artıq girir ona cavab yazır da. Başqa uzun-uzadı şərhlər yazırlar, fikirlərini uzun-uzadı, geniş-geniş bildirirlər. Birisi mənə protiv danışanda ki, mən qızlar şərhlərin çoxunu da təsdiqləyirəm. Bəzən qınaq falan olanda da təsdiqləyirəm də. Amma əsəbimi pozan rəyləri, onları heç inansız oxumadan belə silirəm. Başdan baxıram ki, başdan başlayıb balta sərindədir, heç arxasını oxumadan direkt silirəm də. Gəlir yazır, sən öz dilimizdə danışmırsan, neyinizdə, dinləmirsən, xoşlamırsan, izləmədə. Mən o qədər istər-istəməz cəmiyyətdə o qədər eşitdiyimiz, dinlədiyimiz mahnılardır, kinolardır, o qədər olur ki, istər-istəməz yaşayışımıza da yansıyır da bunlar. Bir də mənim xoşuma gəlir, yəni mən burada bir problemli bir şey görmürəm. Rus kəlmələrindən, türk kəlmələrindən istifadə eləməyin problemli bir şey görmürəm mən. Biz kitab yazmırıq, biz film çəkmirik, biz TRT1-ə çıxmırıq. Adi mənim özümə aid bir vlog kanalımdır. İstədiyim vaxt gülürəm, istədiyim vaxt oxuyuram, istədiyim vaxt istədiyim dildə danışıram. Yəni bunu qəbahətmiş kimi belə gəlib yazmaqları mənə çatmır. Məsələn, onlara çox vaxtı mən cavab vermədən xanımlar cavab yazır. Valihimiz var bir dənə, hamınız tanıyırsınız artıq onu. Məsələn, o gəlir, onun hər bir şərhində, o yaxşı bir şərh yazanda hamımız şoka düşürük də. O valihin bir dənə şərhi yoxdur ki, 16 boş qalsın da. Biz o qədər gülürük ki, insan özünü nə dərəcəyə qoyar bilmirəm. Öz də görür ki, yəni bunu gəlib, öz də keçən dəfə mənə deyir ki, səhv elə deyəsən mənə ələ salırsınız siz. Hələ buna indi çatır ki, bunun dedikləri hər kəsin artıq lağ yeri olubdur da. Bilmirəm, yəni o xanımdırmı, uşaqdırmı, yaşlıdırmı dediyinə görə orta yaşlı bir xanımdır. Keçən dəfə özü yazmışdı, uzun bir şey yazmışdı. İçində başqa bir şəxs haqqında da danışmışdı deyə mən onu təsdiqləmədim. Amma özü haqqında uzun bir şey yazmışdı ki, mənim də ailəmdə problem var, mən dözürəm, mənim yoldaşım. Onda mən gördüm ki, yəni bu ailə uşaq sahibidir. Demək istədiyim o qızlara buradan təşəkkür edirəm. Tək-tək adını çəkmirəm, birini çəkib birini çəkmərəm, inciklik olmasın deyə. Amma onlar özlərini yaxşı bilirlər. Onlar mənə həm dəstəkdilər, həm köməkdilər, həm motivasiyadılar. 2 dənə pis şərh oxuyuram, qaşlarım çatılırsa, 3-cüdə onlardan birinin şərhi qabağıma çıxır, ürəyim açılır, dodağıma təbəssüm gəlir. Onlara mən həmişə də dua edirəm. Bu qədər gözəl qəlb daşıdıqları üçün də özlərindən qürur duysunlar. Sağ olsunlar ki, məndən bir yerdədirlər, mənim kanalımdadılar, məni izləyirlər.
Yeməyimi yedim, üzərindən sərin bir şeylər içdim, qəşəng doydum. İndi soğan yemişəm, nə qədər də sakız çiğnəsəm biraz narahat olurum. Həm dodaqlarım da tam sağalmayıb deyə zaten maska taxıram. İndi hazırlaşıb artıq çıxıram, saatim yaxınlaşır. Gəlmişəm artıq. Salona çatıram. Çələng pis insanlara qismət olsun. Emin mən çox istəyir. İlham oğlun deyirəm. O günlərim müştərim deyir, xalam qızından getmişik yanına. Orada deyir, qaş çəkdirir, Bakıdayıq. Deyir, sizin qaşınızı kim çəkir? Dedim ki, bəs Leyla xanım. O Leyla Mamedova, o bizim ürəyimizdir. Biz onu çox istəyirik. Bir dənədir, belə yaxşı insandır, belə gözəl insandır. Türkiyədə bir yerdə olduq biz 6-7 gün. Çox əsil yol yoldaşıdır. Demək qızlar, səhər-səhər işə gedirdim. Mamam gəldi başımın üstündə durdu, dedi ki, bəs Ləman bu günlərin bulku pişirmək istəyir. Heç bilmirəm, bacararmı, bacarmazmı? Mən də dedim ki, ay mama, niyə bacarmır ki? Yazıq indiyənə qədər əlinə nə alıbdı? Həqiqətən də Ləman o barədə çox Türk hamarat deyirik, bizdə nə deyirlər, qoçaqdır da, yəni əlinə özündən belə Uncle Ben'lər çıxardır da. Bizim bəzi kanallarda gördüyümüz belə xarici yeməkləri Ləman sayəsində dadmış oluruq da. Nəysə mən də mamama dedim ki, ay mama, niyə elə deyirsən ki, yazıq qız əlinə nə alıbdı, indiyənə qədər hazırlayıb qoyub ortaya da. Biz də bəhbəhlə yemişik. Deyib bulku hazırlamayıb, bax, birinci səfərdir. Nəysə mən bunları belə qoydum, getdim işə. Gəldim ki, Ləman qara bulut, göyçüyüd, xəmir acımır. Deyir ki, xəmirdən küsüb, oturub, heç kim də buna söz deyənmir. Söz deyən kimi az qar ağlasın. Mən dedim ki, ailəman eybi yoxdur, alınmır da, ilk dəfəndir də. Qızım, onu aşağı elə. Bir pozdu yaşayır. Orasını kəsərəm. Dedim ki, ailəman eybi yoxdur, alınmır da, eybi yoxdur, nə var onu yeyərik. Nəysə, gəldi, heç kündədə də saxlamadan, belə xəmirə belə dumurladı, qoydu. Ona görə bu gündədir, yoxsa sən gəl olar. Dumurladı, qoydu ki, bəs onsuz da alınmır da, neyniyək? Biz də dedik ki, bəlkə də olsa isti-isti tez yeyərik, şey olmaz da, sonraya da qalır. Yəni, hazırladığımız bu qədərdir də, yəni, başqası yoxdur. Nəysə, biz gətirdik bunu belə, Ləman gətirdi, sobaya qoydu. Xalam da mən biraz təqqir elədi. Sağ uzun tüpürdülər, sildim, sağ uzun içeri. Hamımız da anlayırıq, hamımız deyirik ki, bundan bulku çıxmaz. Mən də dedim ki, bundan bulku olsa Allah'ıma dəysin. Nəysə, Ləman qır indi bu. Nəysə, indi Ləmanı Görsüz də yumuşaqlığını anlatmaya gerek yok, görüyorsunuz. Daddı. Ay kızım, kimin başına olsun. Sabah da sizinle abone eləyirəm. Daha onu nə vaxt paylaşırsın? Mamamın Nənəmi belə 200 lirayla qoy. 200 lirayla başlayır. bulku pişəndən Ləman nənəsini dartırmır ki, sən mən arada. Mən də dedim ki, Məryəmdə deməyin ki, Məryəmdə nə desəz ki, xəbər verin. Ləman yatırdı, amma xalası oradaydı da, onu da şey eləməliydin mi? Nəysə qızlar, indi biz gətirək bundan dadlı çay içək, buna baxın. Yumuşaqdır da, yəni əlində qırılır da. Bu arada Ləmanın ilk dəfəsidir ha. İndi bunun biraz formasına baxmayın. Gələn dəfə kişmiş belə hər şeyindən sizə qəşəng bir resept çıxardacaq. Onda da başdan ayağa çəkərik. Mən YouTube kanalı açıram, tariflər. Onda başdan ayağa çəkərik. İndi mən işdə olsam özü öz telefondan çəkər, verər, mən də sizə göstərərəm material olaraq.